Əliyevlərin bir nömrəli adamları siyahısında olan bir nəfər haqqında, Rıza Vəziri haqqında danışacağım. Dünən İlham Əliyev Ağdərə rayonunun Can Yataq kəndində dəmirli filiz emalı kompleksinin fəaliyyəti ilə tanış olub və ona oradakı kompleks barədə Azərbaycan Beynəlxalq Mədənçilik Şirkətinin baş icraçı direktoru Rıza Vəziri məlumat verib. Yəqin ki, dünəndən bugünə əksəriyyətimizi oradan çıxarılacaq filizin aqibəti deyil, Rıza Vəzirinin kim olmasıdır. Çünki hamı filizin Əliyevlər ailəsinin cibinə axacağını bildiyi üçün bunları boş verir. Əvvəlcə Rıza Vəzirdən başlayayım. Postsovet məkanında kapital toplayan qaranlıq fiqurların geniş siyahısında Rıza Vəziri mühüm yer tutur. Məhəmməd Rıza Vəziri İranda anadan olub və şahın beynəlxalq məsələlər üzrə baş müşaviri olub. İslam inqilabından sonra ABŞ-a qaçan Vəziri 1990-cı illərin sonlarından etibarən Azərbaycan iqtisadiyyatına investisiya qoymağa başlayıb, hazırda ABŞ-ın siyasi və biznes elitasında uzun müddətli əlaqələrə malikdir. O, Amerika-Azərbaycan Ticarət Palatasının idarə heyətinin sədr müavini olub. Vəziri həmin vəzifəni tutduğu vaxtlarda regionda USAID-in fəaliyyətinə fəal şəkildə dəstək göstərən əsas şəxs olub. Rıza Vəziri İlham Əliyevin yaxın və etibarlı adamı hesab olunur. Onun şirkəti hələ 1997-ci ildə Heydər Əliyev sağ olarkən Azərbaycan hökuməti ilə pay bölgüsü haqqında saziş imzalamışdı. Məhz həmin saziş sonradan Dağlıq Qarabağın əsas yataqlarının ələ keçirilməsi və qərb investorlarının nəzarətinə verilməsi üçün əsas oldu. Vəzirinin şirkəti RF Investment Group Service bu sövdələşmədən cəmi bir il əvvəl dünyanın ən iri afşorlarından biri sayılan Delaware ştatında qeydiyyatdan keçirilmişdi. Bəs həmin sövdələşmə necə rəsmiləşdirildi? Dağlıq Qarabağın resurslarından istifadə hüquqları Heydər Əliyev tərəfindən RF Investment Group Service-ə satılmışdı. Sazişin hazırda da e-qanun.az portalında mətni mövcuddur. İmzalanma mərasimində ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili də iştirak etmişdi. Mətndə işğal olunmuş ərazilərin azad ediləcəyi qeyd olunurdu. Lakin bunun nə vaxt və necə baş verəcəyi o zamanlar əlbəttə ki, dəqiqləşdirilmirdi. 1997-ci il avqustun 20-sində prezident aparatında Azərqızıl Dövlət Şirkəti ilə Amerika şirkəti RV Investment Group Service Azərbaycan ərazisində 6 mədəndə Gədəbəy, Qoşa, Ordubad, Söyüdlü, Qızılbulaq, Vecnəli, qızıl, gümüş və mistin birgə hasilatına başlamaq barədə saziş imzaladılar. Sonuncu 3 mədən həmin vaxt erməni qüvvələrinin nəzarətində idi. Layihənin erməni hissəsinin perspektivləri son dərəcə qeyri-müəyyən idi. Lakin bu, Amerika şirkətinin sövdələşmə bağlamasına və 500 milyon ABŞ dolları həcmində investisiya ayırmasına mane olmadı. Vəziri sazişin şərtlərini şəxsən Heydər Əliyevlə razılaşdırmışdı. Görünür, işğal dövründə həmin yataqların istismar olunması və həmin məqamın sazişə daxil edilməsi təsadüfi olmayıb. Sonralar Rıza Vəziri Anglo-Asian Mining adlanan digər bir şirkət də yaradaraq Böyük Britaniyada qeydiyyatdan keçirtdi. 2008-ci ildən etibarən şirkətin idarəçiliyi səhmlərin 29%-nə sahib olan Məhəmməd Rıza Vəziriyə keçib. Şirkətin əsas səhmdarları arasında əsasən Britaniyalı aktiv idarəetmə fondları yer alır. Azərbaycanın dövlət şirkəti ilə bağlanmış müqavilədən təminat kimi istifadə edən Vəziri, Britaniyalı investorların iradəsini həyata keçirərək kiçik offshore şirkət bazasında böyük mədən çıxarma şirkəti yaradıb və bu şirkət artıq səhmlərini birjalarda yerləşdirə bilib. Şirkətin ən iri səhmdarları sırasında artıq bizə yaxşı tanış olan BlackRock, Vanguard, Morgan Stanley və qlobal elitaların maraqlarını təmsil edən digər iri fondlar da yer alır. Qarabağ layihəsi üzərindəki işlərlə yanaşı Vəziri Unaoil şirkəti ilə əməkdaşlığı ilə də tanınır. O 2001-2009-cu illərdə bu şirkətin Azərbaycandakı fəaliyyətinə dəstək göstərib. 1990-cı illərdə mütəşəkkil cinayətkarlıq bütün dünyada transmilli korporasiyalarla əməkdaşlığın yeni yollarını axtarmağa başlamışdı. Belə əməkdaşlığın ən parlaq nümunələrindən biri Monacoda
Una Oil şirkətinin yaradılması olmuşdu. Una Oil dünyanın nüfuzlu şirkətləri siyahılarında yer almır, lakin onun fəaliyyəti bütün dünyada, xüsusilə iri maliyyə cinayətləri ilə mübarizə aparan qurumların diqqət mərkəzindədir. Son 30 il ərzində Monacodan olan bu ailə şirkəti dünya neft sənayesinin nümayəndələrini sistemli şəkildə korrupsiyaya cəlb edib. Çoxları yaxşı bilir ki, bugün Cənubi Qafqazda və postsovet məkanının əksər ölkələrində mövcud iqtisadi konfigurasiya əsasən yerli hökumətlərin istəkləri ilə deyil, transmilli korporasiyaların və Anglo-Sakson investisiya fondlarının imkanları ilə müəyyən olunur. Bu qurumlar vəziri kimi vasitəçilər vasitəsilə yalnız öz maraqlarını irəli aparırlar. İlham Əliyev də bu baxımdan vəzirini özünün bir nömrəli adamı elan edərək ondan yararlanır, lazım olanda onu qabağa verir. İzləyicilərimiz yəqin ki, Gədəbəydə baş verən söyüdlü hadisələrini yaxşı xatırlayırlar. Oradakı qızıl yatağını həmin Rıza vəzirinin adına olan şirkət istismar edir. Əslində bu şirkətdə İlham Əliyevin çox böyük payı var. Diqqət etdinizsə, oradakı problemləri lokallaşdırıb insanları döyə-döyə susturdular. Nəyə görə? Rıza vəzirinin işinə maneçilik törətməsinlər deyə. Yaşlı qadınların polis zorakılığına məruz qalması, etiraz edən gənclərin həbs edilməsi, bir sözlə dinc xalqın təhqir edilməsi bu ortaq biznesə görə idi. İlham dünənki təqdimatla bir daha onu göstərir ki, bundan sonra nəinki əvvəllər istismar olunan yataqlar, hətta işğaldan azad olunmuş ərazilərdə də qızıl, filiz və başqa mədənlər onun özünündür və onların işlənməsi Rıza vəziriyə həvalə olunub. Elə olmasaydı, nə İqtisadiyyat Naziri Mikayıl Canbarov, nə də Azərgold rəhbəri Zakir İbrahimov boyunlarını büküb yazıq-yazıq vəzirinin təqdimatına baxmazdılar. Unutmayın, İlham Əliyevin bu qızıl meneceri söyüdlü faciələrinə gətirib çıxaran, Daşkəsəndə biçarə Azərbaycanlıları zəhərlə doyuzdurub, onların həyatını cəhənnəmə çevirən istehsal prosesinin başında dayanır və bu hakim ailənin biznesidir. Bir də söyüdlü hadisələrindən mənim bir təəssüratımla tanış olmağınızı təkraran xahiş edirəm. Bir şəkil təqdim edəcəm sizə, daha doğrusu iki şəkili. Birinci şəkildə Gədəbəyin Söyüdlü kəndində polisin törətdiyi vəhşətdən heyrətə gəlmiş, gözünün qarşısında baş verənlərdən hönkürə-hönkürə ağlayan, başqa çıxış yolu tapmayan yaşlı bir qadın görürsünüz. O inanmır ya da inanmaq istəmir ki, bütün bunlar hansısa yadillilərin işğalıdır. Gözlərinin qarşısında baş verən bu dəhşətli hadisələr, çığırtı, havada uçuşan dəyənəklər, zəhərli və biberli qazların Azərbaycan hökumətinin öz vətəndaşlarına sakit, fağır, başı aşağı və dinc həyatını yaşayan vətəndaşlara qarşı sadəcə qızıl üçün, sərvət üçün sıxdığı zülümlərdir. Sıxılmış zülümlərdir. Mən bilmirəm, o qadın həyatının hansısa başqa epizodlarında buna bənzər olayları görübmü? Amma eşitdiyimdən əminəm. 37-lərdə belə olub. 18-lərdə də belə olub və böyükləri o hekayətləri qırıq-qırıq da olsa eşitdirib, anladıb. İndi çevrəsindəki adamların, qonşuların, qohumlarının, övladlarının təpəsinə sıxılan o zülümləri görür və gücü göz yaşlarına çatır. O bulanıq olaylardan həkk edilmiş çoxlu epizodlar var, şəkillər var, video görüntülər var. Amma mən niyə bu şəkli fərqləndirdim? Bu yaşlı qadın deyəsən mənim anama bənzəyir və çox bənzəyir. Zahirən çox bənzəyir. Və anamın danışdığı bir hekayətlə də çox səsləşir. 2015-ci ilin iyul ayında, yəni tam 8 il bundan əvvəl 30 nəfərə qədər polis Şamaxının Meysəri kəndinə basqın etmişdi. Daha doğrusu Meysərdəki bir evə basqın etmişdi. O evdə mənim 87 yaşlı anam yaşayırdı. Polis anamın yaşadığı o evdə ya silah axtarırdı, ya planlaşdırılan dövlət çevrilişi ilə bağlı təlimatlar axtarırdı, ya da nəsə bunlara bənzər bir nəsnə. Anam həyətdə baş verən bu qarğaşanı evin zirzəmisindən üst qatına qədər doluşmuş, ev əşyalarını alt-üst edən polis zabitlərinin, nəfərlərinin qəzəbli sifətlərini, acıqlı, hikkəli bağırtılarını müşahidə edib dəhşətə gəlmişdi və sonralar bu duyğularını mənə anlatmışdı.
Məni bağışla oğlum deyirdi. O anda içimdən sənə qarğış etmək keçdi. Həyətə yürüb torpağı başıma səpdim, üzümə sürtdüm. Hirsimi, acığımı necə soyudacağımı bilmədim. Ödüm ağzımdan gəldi. Nə edəcəyimi bilmirdim, çünki nələrin nə üçün baş verdiyini bilmirdim. Polislər bütün bunlar qənimətə görədir deyib evin altını üstünə çevirirdilər, amma qənimət nə gəzir burada? Anam öləndə də o niskili özü ilə apardı bildiyim qədər. Ölümündən cəmi bir neçə gün əvvəl danışanda yenə də məni bağışla oğlum, içimdən sənə qarğış etmək keçmişdi. Məni bağışlayırsanmı deyib göz yaşı tökmüşdü. Mən də ağlamışdım. Anamın oğul sevgisini bir anda olsa, bircə anlıq da olsa zədələyə bilən o vəhşəti Azərbaycan polisinə, İlham Əliyevə, onun meysərini ələ keçirib özü üçün xaniman qurmuş geri zəkalı xanımına heç zaman bağışlaya bilməyəcəyimi düşünürəm. Bir də qarşıma bu şəkil çıxdı və o hadisələri an-ba-an təkrar yaşadım, xatırladım. Anam demişkən ödüm ağzımdan gəldi. Bu dəhşətləri hiss etmək üçün onların içində olmağa gərək yoxdur. Çevrənizdəki insanların başına od kimi ələnən zülmləri görəndə də yaşanır bu dəhşətlər.